tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Sabah ölkə ərazisində əsasən sabit yay havasının üstünlük təşkil edəcəyi gözlənilir. Gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi dağlıq və dağ ətəyi ərazilərdə qısa müddətli duman müşahidə oluna bilər. Günəşli hava şəraiti gün ərzində davam edəcək və açıq havada istirahət edənlər üçün əlverişli şərait yaradacaq. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən az buludlu olacaq. Bəzi ərazilərdə arabir buludluluğun artacağı gözlənilsə də, yağıntı ehtimalı aşağı qiymətləndirilir. Şimal-qərb küləyi gündüz saatlarında arabir güclənə bilər, axşam saatlarında isə küləyin zəifləyəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz isə 32-36 dərəcə isti olacaq. Aran rayonlarında hava əsasən açıq və isti keçəcək. Gün ərzində günəş şüalarının təsiri daha çox hiss olunacaq. Temperatur gecə 22-26 dərəcə, gündüz isə 35-39 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda istiliyin 40 dərəcəyə yaxınlaşması mümkündür. Gəncə, Naftalan, Mingəçevir, Yevlax və ətraf rayonlarda da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gün ərzində zəif külək əsəcək. Temperatur gecə 20-24 dərəcə, gündüz isə 34-38 dərəcə isti olacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy istiqamətində hava əsasən açıq keçəcək. Dağlıq hissələrdə günortadan sonra buludluluq bir qədər artsa da ciddi yağıntı gözlənilir. Temperatur bölgədən asılı olaraq 30-37 dərəcə arasında dəyişəcək. Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarında da hava əsasən yağmursuz olacaq. Şuşa, Laçın, Kəlbəcər və digər yüksək dağlıq ərazilərdə səhər saatlarında duman müşahidə oluna bilər. Gün ərzində hava mülayim isti keçəcək. Dağlıq ərazilərdə temperatur 18-26 dərəcə, digər rayonlarda isə 30-36 dərəcə isti olacaq. Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarında gün ərzində dəyişkən buludlu hava üstünlük təşkil edəcək. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısa müddətli yerli yağış ehtimalı olsa da, əksər yaşayış məntəqələrində hava yağmursuz keçəcək. Temperatur 28-34 dərəcə isti olacaq. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında hava əsasən günəşli keçəcək. Səhər saatlarında dağlıq ərazilərdə zəif duman mümkündür. Gün ərzində mülayim şimal küləyi əsəcək. Temperatur 27-33 dərəcə isti təşkil edəcək. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında hava dəyişkən buludlu olacaq. Sahilboyu ərazilərdə mülayim cənub-şərq küləyi əsəcək. Dağlıq hissələrdə günün ikinci yarısında qısa müddətli yağış ehtimalı istisna olunur. Temperatur sahil rayonlarında 28-32, dağlıq hissələrdə isə 22-28 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikasında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gün ərzində isti hava davam edəcək. Bəzi ərazilərdə arabir güclənən qərb küləyi müşahidə oluna bilər. Temperatur gecə 20-25, gündüz isə 35-39 dərəcə isti olacaq. Günəş şüalarının daha intensiv olduğu günorta saatlarında uzun müddət birbaşa günəş altında qalmaq tövsiyə edilmir. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər bol maye qəbul etməli, açıq rəngli geyimlər seçməli və imkan daxilində kölgəli məkanlarda olmalıdırlar. Bu hava proqnozu ümumi məlumat xarakteri daşıyır və hava şəraiti gün ərzində lokal olaraq dəyişə bilər.